Salam. 8-ci sinif mövzumuz olacaqdır. 2-ci hissədən 8.1 Orqanizmin qoruyucu sistemi. Orqanizm bir sıra yoluxucu xəstəliklərə səbəb olan patogenlərdən özünü müdafiə edir. Bax, bu təsvirdə gördüyünüz kimi bunlar patogenlərdir. Bu isə orqanizmdir. Orqanizm həmişə patogenləri özlərindən dəf etməyə çalışır. Patogenlər isə öz növbəsində xəstəlik törənməsinə səbəb olan virus və bakteriyalar hesab olunurlar. Burada soruşulur, patogenlər nədir? Onlar insan orqanizminə necə daxil olur? Qeyd elədik ki, patogenlər xəstəliyin yaranmasına səbəb olan bakteriya və viruslar ola bilər və yaxud digər xəstəliklərin törədiciləri də bura daxil ola bilər. Onlar insan orqanizminə necə daxil olur? Bildiyiniz kimi mühit amilləri, hava, su, qida və digər vasitələrlə daxil ola bilər və yaxud da ki, xəstələrlə təmas zamanı və yaxud da ki, ağcaqanad, milçək və s. kimi daşıyıcılarla da, qan vasitəsilə də bu xəstəliklər insan orqanizminə daxil ola bilər. Niyə eyni şəraitdə və eyni yerdə olan insanların bəziləri xəstəliyə yoluxur? Bildiyiniz kimi, orqanizmlərin hamısı eyni möhkəmliyə malik deyirlər. Daha sağlam olanlar, immuniteti yüksək olanlar xəstəliklərə demək olar ki, yoluxmurlar və onların sağlamlığı möhkəm olur. Zəif olanlar, immuniteti zəif olanlar, yəni immun sistemi zəif olanlar isə xəstəliyə daha çox yoluxmuş olurlar. Sadə bir misal, ətrafımızda olan şəxslərin bəziləri bir mövsüm ərzində bir neçə dəfə görürsünüz ki, virusa yoluxmuş olur və yaxud başqa xəstəliyə, başqaları isə heç həmin xəstəliyə yoluxmaya da bilir. Güclü immun sisteminə malik olmaq nə deməkdir? Qeyd elədik ki, immun sistemi infeksion xəstəliklərə müqavimət göstərmək və ya yoluxmamaq qabiliyyəti hesab olunur. Orqanizmlər özlərini qoruyur və xəstəliyə yoluxmurlar. Və ona görə də güclü immun sistemi olanlar demək olar ki, həmin xəstəliklərə qarşı dözümlü olurlar. Burada soruşulur, patogenlər qeyd elədik ki, infeksion xəstəlik törədən virus və yaxud bakteriya ola bilər. Soruşulur, açar söz olaraq immunitet, bildiyiniz kimi orqanizmin infeksion xəstəliklərə qarşı yoluxmamaq qabiliyyətidir. Antigen orqanizmə daxil olan müxtəlif xəstəlik törədən patogenləri göstərmək olar, törədicilərini və yaxud anticism isə olaraq biz orqanizm tərəfindən hazırlanan spesifik zülalları qeyd eləyə bilərik ki, həmin spesifik zülallar orqanizmdə həmin antitellər, müvafiq antitellər daxil olarsa, antigenlər daxil olarsa, onların zərərsizləşdirməsində iştirak etmiş olur. Baxmayaraq ki, onların bəziləri bu zaman özləri də məhv olmuş olurlar. Yoluxmuş şəxslərdən sağlam insana keçən xəstəliklərə yoluxucu və yaxud infeksion xəstəliyi deyilir. Burada yoluxucu xəstəliklərin ötürülmə yolları, yoluxucu xəstəliklərlə onların ötürülmə yolları arasında uyğunluğu deyil, müəyyən edin. Xəstəliyi veribdir, ötürülmə yollarını veribdir. Burada A bəndində qeyd olunursa, tənəffüs yollarını xəstəlikləri, qrip, angina, qızılca, göy öskürək, vərəm, su çiçəyi, bunlar hansı yollarla orqanizmə daxil ola bilər? A-ya yazacaq, bax bu A-nı yazacaq, bax bura. Deməli, 2-yə A-nı qeyd edə bilərik. Bura A-nı yazaq. Çünki həmin xəstəliklər orqanizmə hava damcı yolu ilə daxil olmuş olur. Sonra B-də veribdir bağırsaq xəstəlikləri, dizenteriya, deməli, bir dəqiqə. İkincidə veribdir bağırsaq xəstəlikləri, dizenteriya, qarın yatalağı və hepatit. Bunlar orqanizmə daxil olan qida maddələri, çirklərlər və milçəklər vasitəsilə birinciyə B-ni qeyd edəcəyik. B-ni qeyd edirik birinciyə. Sonra
qan xəstəlikləri malariya, cənə ensefaliti, qansoran ağcaqanad, cənə, birə, bit sancması yolu ilə orqanizmə daxil ola bilər. Odur ki, bura C-ni qeyd edəcəyik. Dəri xəstəlikləri qoturluq, Sibir yarası təmas yolu ilə orqanizmə keçir. 3-ə isə D-ni qeyd edəcəyik. Baxırıq növbəti. Müzakirə edin. Yoluxucu xəstəliklərin yayılmasının qarşısını necə almaq mümkündür? Əvvəlcə yoluxmuş şəxsi müəyyən etmək, onun yoluxma yollarını dəqiqləşdirmək, hansı infeksiya ki var, o hansı yolla yoluxur, onu dəqiq müəyyən etmək, necə yayılır, onu müəyyən etmək lazımdır. Sonra isə həmin sahədə karantin, yəni gediş-gəlişi məhdudlaşdırmaq lazımdır və əhali arasında kütləvi peyvənd işlərinə başlamaq lazımdır. İkinci, insanlara xəstəliklərdən qorunmaq üçün necə kömək etmək olar? Qeyd elədim ki, xəstəliklərə qarşı profilaktik məqsədlər üçün vaksindən istifadə etmək olar və vaksin vasitəsilə orqanizmdə deməli anticisim yaranır ki, həmin anticisimlər, həmin törəcilər orqanizmə daxil olanda onları zərərsizləşdirirlər. Orqanizmdə xəstəliklərə qarşı qoruyucu vasitələr olmasaydı, mikroorqanizm tərəfindən tezliklə məhv ola bilərdilər. Orqanizmimizdə həm təbii maneələr mövcuddur, həm də immun sistemimiz insan orqanizmini infeksiyaya səbəb ola biləcək yad cisimlərdən və mikroorqanizmlərdən qoruyur. Təbii, fiziki və kimyəvi maneələrə dəri, selikli qırşalar, göz yaşı, qulaq kiri, selik və mədə turşusunu misal göstərmək olar. Burada gördüyünüz kimi təsvir verilibdir. Gözün qoruyucu aparatına göz yaşı vəzisi də aiddir. Göz yaşı vəzisinin axarları, bax gördüyünüz kimi göz qapaqlarının xüsusi göz yaşı kanalcığı vasitəsilə göz yaşı kisəsinə toplanır. Oradan bir qismi göz almasının daimi olaraq yuyulmasını təmin eləyir. Mikroorqanizmlərdən, toz hüceyrələrindən təmizləyir. Digər isə göz yaşı kisəciyinə toplanmış göz yaşı burun axarları vasitəsilə orqanizmdən kənarlaşdırılmış olur. Yəni burun boşluğuna axmış olur. Dəri özü də fiziki olaraq maneə mənbəyi hesab oluna bilər. Dərimiz bildiyiniz kimi xarici mühitdən gələn mikroorqanizmləri saxlayır, zərərsizləşdirir. Amma ola bilər ki, dəridə yara olsun, həşərat sancması olsun, yanıq olsun. Belə olan tədbirdə mikroorqanizmlər orqanizmin daxilinə keçə bilər və beləliklə də xəstəliyə səbəb ola bilər. Ağız və burun boşluqlarının, göz qapaqlarının daxili səthini örtən selikli qırşan hüceyrələri bildiyiniz kimi seli ifraz edirlər ki, onlar kimyəvi maneə rolunu oynayır. Göz yaşı və ağız suyunun tərkibindəki lizozim fermenti bakteriyaların hüceyrə divarlarını parçalayaraq onları məhv edir. Burun boşluğunun və tənəffüs yollarının divarı da seliklə örtüldüyündən nəfəs aldığımız havadan qismən mikroorqanizmlərini tutub saxlayır, zərərsizləşdirir. Deməli, tənəffüs yollarına daxil olan mikroorqanizmlər öskürərkən və yaxud da asqırma zamanı seliklə birlikdə orqanizmdən kənarlaşdırılmış olur. Bax, burada təsvirdə qulaq kiri verilibdir. Xarici qulaq keçəcəyində, qulaq kirinin tərkibində patogenlərə qarşı xüsusi maddələr mövcuddur ki, onlar mikroorqanizmləri zərərsizləşdirməkdə orqanizmə yardımçı rolunu oynayırlar. Seliyin xaric edilməsi tənəffüs yollarının daxili səthindəki kiçik kirpiklərin hərəkəti nəticəsində baş verir. Bax, bu təsvirdə gördüyünüz kimi kirpiklər və bəlğəmi tənəffüs yollarına itələyərək onu ağciyərlərdən uzaqlaşdırır. Həzm sistemində mədə şirəsində olan xlorid turşusu, mədə-altı vəzinin fermentlərinin və ödün təsirindən nazik bağırsaqda olan qələvi mühit, ora düşən mikroorqanizmləri məhv edir.
və yaxud bağırsağın peristaltikası nəticəsində orada qida kütlələri həzm kanalından keçdikdən sonra həzm olmayan hissələr defekasiya vasitəsilə bədəndən çıxarılır ki, bu da öz növbəsində zərərli törədicilərin də bədəndən kənarlaşdırılmasında iştirak etmiş olur. Bizim immun sistemimizi əmələ gətirən, yəni orqanizm təbii maneələrdən keçən təhlükəli mikroorqanizmləri tanımaq, məhv etmək üçün immun sistemi təşkil edən leykositlərdən və anticismlərdən istifadə edir. Orqanizmimiz bilirsiniz ki, leykositlərin elə növləri var ki, onlar fagositoz etməklə orqanizmə düşən yad cisimləri zərərsizləşdirir, baxmayaraq ki, özləri də məhv olur və yaxud da ki, anticismlərdən istifadə edirlər. Bu odur ki, orqanizmimizdə bir xəstəliyin deməli, törədiciləri məhv edildikdən sonra onun anticismləri spesifik zülallar şəklində insanın qan plazmasında mövcud olur ki, onlar orqanizmə daxil olan yad cisimlərin zərərsizləşdirilməsində istifadə edir. Orqanizm beləliklə də yoluxucu xəstəliklərə öz müqavimətini göstərmiş olar. İmmunitetə gəlincə orqanizm deməli reaksiyalara qarşı müqavimət göstərmək, yad cisimləri zərərsizləşdirmək xüsusiyyətinə malikdir. Yad cisimlər düşdükdə qeyd elədik ki, yalançı ayağa malik olan leykositlər yaxud fagositlər onları fagositoz yolla tutur, zərərsizləşdirir, məhv edir. Məhv edəndən sonra qeyd elədik onların bir qismi ölsə belə qan plazmasında onların tutub saxlanılmasını, sonra təkrar yoluxmanın qarşısını alan xüsusi spesifik zollar, anticisimlər və yaxud antitellər əmələ gəlir ki, onlar da ayrı-ayrı xəstəlik növlərindən asılı olaraq ola bilər ki, orqanizmdə bütün ömrü boyu bir dəfə yoluxmuş xəstəliyə təkrar yoluxma baş verməmiş olsun. Spesifik həmin deməli anticisimlər tərəfindən orqanizm bunu həyata keçirmiş olur. Məlum patogen, misal üçün qızılca xəstəliyinə bildiyiniz kimi, insan bir dəfə yoluxur. Bu antigendir, yəni qızılca xəstəliyinin törədicisidir. Orqanizmə yoluxur, hava damcı yolu ilə orqanizm ona qarşı anticisim hazırlayır. Təkrar həmin hissəciklər, yəni həmin patogenlər orqanizmə daxil olanda, bax görürsünüz ki, uyğun gəlir. Həmin uyğun sahələr onu tutur, saxlayır, zərərsizləşdirir və yaxud məlum patogenlərə gəlincə anticisim, bax görürsünüz, yenə ona deməli keçən hissələri var, spesifik suallar açar kimi elə bil onu tutur, saxlayır. Və yaxud da ki, yəni qıfıldayır elə bil ki, bax bu hissələr görürsünüz, bir-birinə uyğun gəlir. Orqanizmin həmin xəstəliyi yoluxmasının qarşısını almış olur. Və yaxud qrip xəstəliyinə görə müəyyən bir qrip xəstəliyinin növünə qarşı anticisim yarana bilir. Ümumilikdə qrip xəstəliyinə qarşı immunitet yaratmaq o qədər də mümkün olmur, çünki qrip törədiciləri mütəmadi sürətdə mutasiyaya uğramaq qabiliyyətinə malikdir, yəni dəyişirlər, yeni əlamətlər qazanırlar və ona görə də onlara yeni anticisim yaratmaq lazım gəlir. Yeni patogenlərə gəlincə, yeni patogenlər görürsünüz, patogenlər daimi olaraq sadə quruluşda olduğuna görə dəyişirlər, mutasiyaya uğrayırlar. Ona görə yeni patogen orqanizmə daxil olanda hələ ona qarşı orqanizmdə anticisim olmur, orqanizm immun sistemi fəaliyyətə başlayır və həmin xəstəliyin, patogenin antitelləri və yaxud da ki, anticisimləri orqanizm tərəfindən sintez olunmuş olur ki, beləliklə də orqanizm həmin xəstəliyə davam gətirmiş olur. Bu qədər sağ olun, növbəti qalanları dərsimizdə.